الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف المرسلين صلى الله عليه وآله وسلم سيدنا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Ey möminlər, bilin və agah olun. Bugün biz uca yaradanın bəşəriyyətə göndərdiyi o müqəddəs elçilik məqamından, Nəbi və Rəsul fərqindən bəhs edəcəyik. Qulaq asın ki, qəlbiniz nurla dolsun. Bilin ki, lüğətdə Nəbi xəbər verən deməkdir. Allah-u Teala tərəfindən xəbərdar edilən və bu ilahi xəbəri xalqa çatdıran hər bir kəs Nəbidir. Rəsul isə uca bir ismarıcın daşıyıcısı, mübarək bir elçidir. Bəs bu iki məqamın o hikmətli fərqi nədir? Nəbi ilahi vəhyi çox vaxt yuxuda ikən qəbul edər. Lakin Rəsul Allahın ən böyük mələyi Cəbrail əleyhissalama aşkar görər. Vəhyi oyaq ikən birbaşa qəbul edər. Bilin ki, hər rəsul həm də bir nəbidir. Lakin hər nəbi rəsul deyildir. Çünki rəsul yeni bir şəriət, yeni bir ilahi nizam gətirən uca şəxsiyyətdir. Nəbi isə özündən əvvəl gələn peyğəmbərlərin şəriətini qoruyan, onu xalqın yaddaşında həkk etdirən bir rəhbərdir. Peyğəmbərlər içərisində elələri var ki, onlar ulul əzm sahibləridir. Onlar sarsılmaz iradənin və ən kamil şəriətin daşıyıcılarıdır. Bu uca şəxsiyyətlər cəmi 5 nəfərdir. Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və sonuncu peyğəmbər aləmlərə rəhmət olaraq göndərilən şanı uca Həzrət Muhammed sallallahu aleyhi və səlləm. Onlar gəldilər ki, köhnəlmiş hökmləri yeniləsinlər və bəşəriyyəti ən kamil yola, İslamın nuruna qovuştursunlar. Unutmayın ki, İslam şəriəti bütün əvvəlki dinləri özündə tamamlayan ən kamil və sonuncu ilahi nizamdır. وفي الختام دعوتنا الحمد لله رب العالمين